İkili say sistemində ən böyük 100 rəqəmli ədəddən sonrakı ədəd. Baxın, ən böyük 100 rəqəmli deyirsə müəllimlər, deməli bunun 100 dənə biri var. Düzdür? Məsələn, soruşsaydı ki, ikili say sistemində ən böyük 3 rəqəmli ədəd deyəcəyik ki, 3 dənə 1. Düzdür müəllimlər? Burada da nə olacaq? 100 dənə 1. Bunu yazdım. Müəllimlər, sonrakı deyirsə üzərinə 1 gəlir. Gəlin görək bu 3 dənə 1-in üzərinə ikili say sistemində 1 gəlsəm nə olar? Elə belə bir nəzər yetirək. 1-in üstünə 1 gələndə 2 eləyir, 2 də yoxdur, 0 yazıram. 1 yadda yenə 0, burada da 0, 1. Neçə rəqəmli ədəd alındı müəllimlər? Deməli 4 rəqəmli ədəd alındı. Bir dənə qabaqda 1 olur, qalan hamısı o digər birlər hamısı 0-a çevrildi müəllimlər. Bax bu 3 dənə 1 nəyə çevrildi? 0-a çevrildi. Sadəcə əvvəlinə 1 atdıq. Deməli burada necə olacaq müəllimlər vəziyyət? 1 atılacaq qabağa, qalan hamısı nəyə çevriləcək? 0-a çevriləcək. Deməli nə olacaq? 100 dənə 0 olacaq bunun. Bax eyni qayda. Necə ki burada 3 dənə rəqəm idi, 3 dənə 0 oldu, 1 qabağa gəldi. 1 yadda qabağa gəldi. Eyni qayda ilə 1 yadda qabaqda, 100 dənə 0-da elə bu şəkildə qalmış oldu. İndi bunu yazdım. Aha. Bu hardadır? İkilik say sistemindədir. Məndən deyir ki, bu ədədi 16 say sistemində ifadə edilərsə, neçə 0 alınacaq müəllimlər? Mənə sıfırların sayı lazımdır. Bu 1-i qırağa atıram getsin. 1 lazım deyil mənə. 3 dənə sıfırım varsa, 16-lığa çevirərəmsə, neçə ayrılacaq müəllimlər? 4 ayrılacaq. Dedik axı, 2-dən 16-ya keçəndə, bax 16-dan 2-yə keçəndə 4 dəfə artırdısa, 2-liyə keçəndə axı artım baş verir. 2-dən 16-ya keçəndə nə olacaq? 4 dəfə azalma baş verəcək. Həmin 100 dənə sıfırın sayını böləcək 4-ə. Niyə? Çünki 16-lığa gedir, yığılır. Yığılırsa neçə dənə sıfır qaldı? 25 dənə sıfırım qalmış.